Türkiyədə 4-cü Antalya Diplomatiya Forumu işə başlayıb. Prezident Rəcəb Tayyip Ərdoğanın himayəsi və Türkiyənin Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə keçirilən tədbir bu il parçalanan dünyada diplomatiyaya sahib çıxmaq mövzusunu əhatə edir. 4000-dən çox qonağın qatıldığı forumda dünyanın 140-dan çox ölkəsindən 20-dən artıq dövlət və hökumət başçısı iştirak edir. Prezident İlham Əliyev də forumda iştirak etmək üçün Türkiyədə səfərdədir. Forum çərçivəsində görüşlər nəzərdə tutulub. Deputat Bəhruz Məhərrəmov Antalya Forumu və prezidentin iştirakının əhəmiyyətini şərh edib. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin parçalanmış dünyada diplomatiyanı bərpa etmək mövzusu ətrafında qlobal çağırışların müzakirəsinin aparıldığı Antalya Forumuna növbəti dəfə dəvət olunması, yeni geosiyasi reallıqda və dərinləşməkdə olan qütblərarası ziddiyyət fonunda ölkəmizin artan rolunun, həmçinin bölgənin yeni inkişaf və təhlükəsizlik arxitekturasının müəllifi olan cənab İlham Əliyevin zəngin təcrübəsi, strateji baxışları və praqmatik yanaşmalarına artan marağın göstəricisidir. Bəhruz Məhərrəmov əlavə edib ki, forumda əsas hədəf münaqişəsiz, dialoq yolu ilə həll edilən məsələlərin həcminin, miqyasının artırılmasına yönəlib və bu mənada İlham Əliyevin arzu olunan natiq qismində ora dəvət olunması təbiidir. Əlbəttə, müzakirə olunacaq məsələlərin əhatə dairəsi kifayət qədər genişdir. Azərbaycan dövlətinin başçısının şəxsiyyətinə, onun yaratdığı nümunəyə göstərilən maraq heç şübhəsiz ki, dövlətimizin başçısı tərəfindən ənənəvi olaraq imkanlara çevrilən fürsət xarakteri alacaq və heç şübhəsiz ki, dövlət başçımız istər ümumi konfransda, eyni zamanda ayrıca görüşlərində milli maraqlarımızın ənənəvi qaydada müdafiəsi istiqamətində, həmçinin bölgədə dayanıqlı sülh və sabitliyin, son vaxtlar himayədərləri vasitəsilə bölgədə dayanıqlı sülh qarşısında maneə kimi çıxış edən Ermənistanın davranışları barədə Azərbaycanın mövqeyini layiqli formada çatdıracaq. Deputat Bəhruz Məhərrəmov sonda qeyd etdi ki, Antalya Forumu Azərbaycan üçün informasiya müharibəsində kifayət qədər önəmli platformalardan birinə çevrildiyi üçün növbəti informasiya qələbəmizin sığortalanması barədə danışa bilərik.